Çox dəyərli aslan, yəni şir böcü insanı. Videoma xoş gəldin. Baxaq görək 2026 martda sən nələr gözləyir? Videomuz yüksələn günəş, eləcə də ay böcü, aslan yəni şir olan hamıya aiddir və başlayaq. Birinci aslan böcü insanlarının karyera həyatı üçün bir kart çəkək. Bu karyera həyatınız. Və növbəti kartımız gəlsin sizin şəxsi həyatınıza. Şəxsi həyat. Və sağlığınız və baxaq görək, nəyi etməməlisiniz bu ay? Və yaxud nəyi etməlisiniz? Bəs sizə evrənin, ilahinin, enerjinin mesajı nədir? İndi isə dəstənin sonuncu kartına nəzər yetirək və baxaq görək burada nələr var, nələr yox. Dəyərli aslan, dəyərli şir böcü insanı, sən kimsə heç nə məcbur edə bilməz. Və sən o qədər səbirli deyilsən ki, kiməsə dözəsən ya da nəyəsə gözəsən, bir də haqsızlıq varsa işin içində. Bax, burada görsən, əli qolu qandallanmış, bağlanmış və aqressiyalaşan sənsən. Bu nə deməkdir? Kimsə sizi nəyəsə məcbur edir. Ya bilmirəm artıq evdəmi sizi zorla tuturlar, dustaqmı ediblər? Yaxud sizin tüylər demiş sınırlarınıza mı əl qoyublar? Yəni bir qısqanclığa mı məruz qalırsınız? Bir şiddətə mi, bir işgəncəyə mi? Yaxud tam olaraq bu fikri çatdıra bilmirəm, amma birisinin sizin səlahiyyətlərinizi əlinizdən almağa çalışdığını, sizin üzərinizdə hökmranlıq, liderlik, rəhbərlik qurmağa çalışdığını hiss edirəm. Və o insan istəyir ki, ya o insan ya da o insanlar, ailə üzvləri bizdə ola bilər və s. istəyir ki, sizin nə əliniz, nə qolunuz, nə ayağınız, nə də fikirləriniz hərəkətə keçməsin. Siz tam şəkildə zərərsiz olasınız, amma siz yaxında bəli, bütün sizin lori formada desək, əlinizə, ayağınıza bağlanan, yəni sizinlə məcbur edir buna dözməyə. Bax, o səbəblər var ha, o səbəblərin hamısını qırıb atacaqsınız. O iplərin hamısını qıracaqsınız. Elə bir güc gələcək ki, martda sizə. Hamısını qırıb atacaqsınız. Bunu mənə icazə verir deməyəm, buradakı açılım. Birinci başlayaq karyera həyatından bağlı. Karyera həyatında aslan böcü vəd verə bilərlər. Bir vədə görə sadəcə arxayın olub rahat otura bilərsən. Misal üçün, nəyəsə görə gözlədə bilərlər, nəyəsə görə vəd verə bilərlər, nəyəsə söz verə bilərlər. Səni rahat etmək üçün, səni arxayın belə oturub gözləmən, heç bir hərəkətə keçməmən üçün belə deyək də bir xülya içinə sala bilərlər, bir uydurmalar yaşaya bilərsən, tamam mı? Yəni aldadıla bilərsən. Bu nə deməkdir? Bax, fikir versiniz, buradakı kartdakı insan, yəni mənim aldığım buradan enerji budur. Kartdakı insan oturub, liderdir, rəhbərdir, özünə inanır. Liderdir, rəhbərdir, özünə inanır. Amma elə bil onu aldadırlar o liderdir. Yəni ona deyirlər ki, sən lidersən, amma əslində o lider deyil. Əslində o qərarları vermir. Və bu insan bunu daxilən hiss edir, əslində başa düşür ki, nə baş verir, əslində başa düşür ki, ona icazə vermirlər öz seçimlərini seçsin, ona icazə vermirlər öz istədiklərini etsin. Amma buna rəğmən elə bil bu insan da məcbur, sıxılıb, qısılıb oturub orada zorla. Yəni bu rolu oynayır, inanmış rolunu. Bax, belə bir karyera həyatınızda, bura sizin pul, para həyatınızda, təhsilinizdə, eğitiminizdə hamısı daxildir. Karyera həyatınızda bax, belə bir şey var. Bax, belə bir enerji var. Bu sizin iş yerinizdə ola bilər. Bəlkə də işte bilmirəm, ailənizmi, yoldaşınızmı, valideynlərinizmi, müəllimlərinizmi, kimdir sizin bu, belə deyək də, sizə vəd verən, sizi gözlədən, yaxud da təkcə vəd olmaya da bilər bu. Sizi gözləməyə, nəyəsə gözləməyə məcbur edən, amma sizin belə içinizdə olub daşıb, siz başa düşürsünüz ki, artıq siz yəni ki,
belə deyil də, yəni belə olmamalıdır. Bunu başa düşürsüz ki, nəsə doğru getmir, yolunda getmir. Bunu anlayırsınız. Və mən sizinlə görəm bir xəbər gələcək. Elə bir hadisə, elə bir hal baş verəcək ki, Aslan burcu insana bu yuxudan ayılacaq, güclənəcək, risk alacaq, nəyinsə bitməyindən, nəyinsə sonlanmağından, pis olmağından qorxmayaraq, belə bir türklər demiş, risk çəkəcək, qorxmayaraq belə qılıncını çəkəcək, başlayacaq savaşmağa. Haqları üçün, hüquqları üçün, pul üçün, iş üçün, təhsil üçün, hər nədirsə. Və bundan sonra deyəcək ki, başa düşdüm, taxtac olmasın, başımda tac olmasın, problem yoxdur, yüksək məqam olmaz, amma özüm, idarəm özümdə olsun, öz ayaqlarım üzərində durum və bunu qazanacaq Aslan. Bəli. Növbəti kart sizin şəxsi həyatınızla bağlıdır. Şəxsi həyatda mən Şir bürcündə belə bir şey hiss edirəm. Şir bürcü biraz küskün və yorğun, ən çox yorğun. Yorulmuş, şəxsi həyatla bağlı biraz ara vermək istəyə bilər, özünü yorğun hiss edə bilər, ailə məişət problemlərindən dolayı. Uşaqları onu yora bilər, ev işlərindən yorula bilər, həm işləməkdən, həm evdarlıqdan, nə bilim, valideyn olmaqdan. Bəlkə də baxan Şir bürcləri insanların çox qismi heç ailəli deyil. Məsəl üçün deyəlim, bekarsınız, yəni subay Şir bürcüsünüz, fərq etməz. O yorğunluğu siz də özünüzdə hiss edəcəksiniz. Bir yorulmuşluq, bir depression havası, bir depressiyalar. Vay, hər şeyi belə problem kimi qəbul eləmək uzaqdan. Nə bilim, yəni dünya da dağılsa deyirsiniz ki, mənə deməyin də, mən depressiyondayım. O mahnıdakı kimi. Amma baxaq bu necə olacaq? Bu necə olacaq Aslan bürcü insanı üçün? Aslan bürcü insanı, Aslan bürcü insanı çox yatacaqsan, çox depressiyada olacaqsan, sənin həyatına, sənin xüsusilə şəxsi həyatına, şəxsi münasibətlərinə müdaxilə eləyəcəklər. Sən ay mən depressiyondayım, ay mənə deməyin, ay mən istəmirəm, ay uğraşmaq istəmirəm, yaxud da ki bir şeyləri ertələyirsənmi, yaxud bir şeylərlə üzləşməkdən qaçırsanmı, yaxud da problem olmasın deyə susursanmı, nədir bu səndəki? Bilmirəm, bu susduqca, bu qaçdıqca, bu özünü görməməzliyə, yuxuluğa vurduqca başqa biriləri sənin yəni həyatına və sənin işlərinə qarışa bilər və dəyişə bilər həyatın axışını. Hətta sənin olanları səndən almağa çalışa bilərlər. Diqqətli olun məncə də. Amma nəticə olaraq bir dənə də kart çəkək şəxsi həyat üzərinə. Çox həssassan. Əslində şirlər bu qədər həssas olmur. Çox həssas bir tərəfin baş qaldırıb bu aralar. Çox həssas bir tərəfin. Bir də bir ümid gözləyirsən. Nəyin ümididir? Kimi gözləyirsən? Nəyə gözləyirsən? Bir dənə deyirsən, işıq olsun, bir dənə xəbər olsun. Ondan sonra mən ayağa qalxacağam. Və kinlisən, aqressiyalısan. Bir nəfər, kəsinliklə bir nəfər var. Sən onu gözləyirsən, ya da ondan xəbər gözləyirsən, ondan sonra özünü yaxşı hiss edəcəksən. Bəs xəbər alacaqsanmı? Alacaqsan. Gəl, növbəti karta baxaq. Növbəti kart sənin sağlıq həyatınla bağlı danışır. Şir bürcü insanları bu ay əməliyyat və yaxud da əməliyyat öncəsi prosedurlar, yaxud da hansısa ciddi, xüsusilə də həzm sistemi ilə bağlı ciddi, belə deyim, müayinə prosedurları, bu tipli şeylər ola bilər sizdə. Belə qorxulu bir şey hiss eləmirəm, amma dediyim kimi həzm sistemi, xüsusilə mədə, bağırsa, əsas mədə, mən belə hiss edirəm. Bir də əməliyyat, əməliyyat öncəsi müayinələr, əməliyyatla bağlı fikirlər, planlamalar var. Bu tipli şeylər ola bilər. Hətta yurt dışına gedə bilərsiniz əməliyyat üçün. Ya da bilmirəm, əməliyyat, yəni təkcə deyəndə əməliyyat xəstəyi nəzərdə tutulmasın. Estetik prosedurlarda edə bilərsiniz. Və gələk növbəti kartımıza. Növbəti 2 kart nəyi etməməlisiniz və nəyi etməlisiniz. Əzizlərim, siz nəyi etməlisiniz? Birinci başlayaq, nəyi etməməlisiniz? Fikir versiniz, burada qadın qapı açıqdır və oradan qaçır. Onu bir zirzəmiyə qapadıblar və açıq qapıdan o günəşi görür. Günəş nə deməkdir? Ümid deməkdir, gözəl şeylər deməkdir. Və o açıq qapını görən kimi başlayır tap-batap pilləkənləri qalxıb qaçmağa. İkinci kartda fikir verin, yenə həmən, düzdür, qadın olmasa da
fiqur. Amma yenə həmən insandır və həmən insan ayağına qara pişik deyir. Qara pişik uğursuzluq rəmzidir. Amma buna rəğmən həmin insan qorxmur, diksinmir və əlində işıq ümid deməkdir. Yol axtarır, çıxış axtarır düşdüyü yerdən. Yəni kartlar demək istəyir ki, fürsətin varkən qaç qurtul. Fürsətin varkən səni qapadan, səni ayağına bağlayan, sənə əngəl olan kimdir, nədir? O məsələdən, o insana, o hər nədirsə sənin yoluna duran, ondan qaç, qurtul, canını qutar. Və deyir, sən çıxışa çıxandan sonra, yəni qurtulandan sonra o adamdan ya da o işdi bilmirəm, nədirsə də artıq, ondan qurtulandan sonra deyir, biraz o deyirsən belə əlini ayağına dolaşa bilər, həmən o problem ya da həmən o insan, amma bu səni narahat eləməsin, sən o yolu tapacaqsan, axtar tapacaqsan. Bəs burada gözəl bir kart var, evrənsi hansı mesajı var? Sizin bir dənə qurtarıcınız gəlir qarşıdan, sizin düşdüyünüz bu çətin vəziyyət maddiyyatla bağlıdır, mənəviyyatla bağlıdır, bilmirəm, təhsillə bağlı, bilmirəm, amma bir qurtarıcınız var. Və sizin xilaskar, bu qurtarıcınız gəlir özdə sizin sözün əsl mənasına ayağa qaldırmağa, gücləndirməyə, həyatınızı xilas eləməyə bir mələyiniz kimi gəlir bu insan. Mən belə hiss edirəm. Və bu arada xüsusilə mart ayının sonuna doğru Aslan bürcü insanlar çox gözəl bir təklif alacaqlar. Sevgi ilə, evliliklə, şəxsi həyatla bağlı bir təklif olması daha yüksək ehtimaldır. Bu olmasa da karyera ilə bağlı da təklif ola bilər. Hələlik dəyərli şeylər, sizləri sevirəm. Gələn göstərədək.